Salam, hər vaxtınız xeyir olsun. Avqust ayının 25-i, saatlarımız 17-ni göstərir. TNS TV-də xəbər saatıdır. Sizinlə mənəm Hürü Əliyeva. Dünyada və ölkədə baş verən xəbərlərdən sizi mən xəbərdar edəcəm. Keçid alaq xəbərlərə. Prezident İlham Əliyev 2026-cı il Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla müəyyən edilib ki, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu sərəncamın ikinci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il avqustun 25-dən sentyabrın 30-una dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan Formula One Management Limit şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd, Bakı şəhər halqası əməliyyat şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd. Sərəncama görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Formula One Management Limit şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin asan viza sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməli, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir. Prezident İlham Əliyev Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. Fərmana əsasən Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxs Dənizkənarı Bulvar Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Müəyyən edilib ki, Dənizkənarı Bulvar Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın mühafizəsi, onun ərazisinə nəzarət, onun idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sayəsində fəaliyyət göstərən dövlətə məxsus kommersiya hüquqi şəxsidir. Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir. Cəmiyyət Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxsin hüquqi varisidir və onun hüquq və öhdəlikləri habelə əmlakı cəmiyyətə keçir. İdarənin Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi və saxlanılması ilə bağlı hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə keçir. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət
Müşahidə Şurası yaradılır. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən sədr və onun 2 müavinindən ibarət idarə heyəti həyata keçirir. Cəmiyyətin nizamnamə kapitalı bu fərmanın 2.3-cü bəndinə uyğun olaraq ona keçən əmlak hesabına formalaşır. Cəmiyyət hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestr haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək idarə fəaliyyətini davam etdirir. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin. Azərbaycan Respublikasının prezidentinə, cəmiyyətin yenidən təşkili və ləğvi, cəmiyyətin idarəolunma orqanlarının yaradılması, cəmiyyətin müşahidə şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, cəmiyyətin idarə heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyini və vəzifədən azad edilməsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsi, Müşahidə Şurasına bu fərmanda qeyd edilənlər istisna olmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. Nazirlər Kabineti aşağıdakılarla bağlı təkliflərini 3 ay müddətinə hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin. Bu fərman nəzərə alınmaqla normativ hüquqi aktların təkmilləşdirilməsi, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş müvafiq hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətlər göstərən əməkdaşlarının dövlət qulluqçusu statusunun ləğvi. Aşağıdakı normativ hüquqi aktları 2 ay müddətinə təsdiq edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin. Cəmiyyətin nizamnaməsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bu fərmanın 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən nəzarət olunan ərazinin hüdudlarını və həmin ərazidə yerləşən obyektlərin siyahısını, bu fərmana uyğun olaraq Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin bütün əmlakının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilməsini 2 ay müddətinə təmin etsin. Cəmiyyət hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestr haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən 1 ay müddətində idarənin balansında olan əmlakın cəmiyyətin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin. Bu fərmandan irəli gələn digər məsələləri həll etsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli fərmanının 3.7-ci bəndinə uyğun olaraq cəmiyyətin strukturunun, ştat vahidlərinin və əmək haqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbir görsün. Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında da fərman imzalayıb. Fərmanla Azərxalça Açıq Səhmdar Cəmiyyəti, Azəripək Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək. Cəmiyyət tərəfindən baramaçılığın, damazlıq işinin təşkili məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax rayon damazlıq ipəkçilik stansiyası əmlakı ilə birlikdə cəmiyyətin tabeliyinə verilsin. Azəripək Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılır. Fərmanla müəyyən edilib ki, cəmiyyət ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, bu sahədə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir. Cəmiyyət Azəripək Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir. Onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı
cəmiyyətə keçir. Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə ölkəsinin müstəqilliyinin 35-ci il dönümü ilə bağlı təbrikə görə təşəkkür edib. Zelenski X hesabında Azərbaycan prezidentinin təbrik məktubunun fotosunu yayımlayıb. Cənab prezident, Ukraynanın müstəqilliyinin 35-ci il dönümü münasibəti ilə göndərdiyiniz səmimi təbrikə görə təşəkkür edirəm. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi hər zaman qəti olub və buna görə biz bunu həmişə yüksək qiymətləndirmişik. Birlikdə uzun illər ərzində sınaqdan çıxmış iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirir, enerji və təhlükəsizlik sahələrində yeni imkanlar yaradır, ehtiyac yarandıqda isə bir-birimizə yardım əlimizi uzadırıq. Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra daha da möhkəmlənəcək deyə Zelenski vurğulayıb. Avqustun 25-də Laçın şəhərində Azərbaycanın Energetika Nazirliyinin və Azərenerji Açıq Səhmdar Cəmiyyətinin, Ermənistanın Ərazi İdarə Etmə və İnfrastruktur Nazirliyinin və Elektrik Enerjisi Sisteminin operatoru şirkətinin nümayəndələrinin işgüzar görüşü baş tutub. Nazirlər Kabinetindən bildirilib ki, görüşdə tərəflər iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhəddində əlaqələndirilməsinin mümkün variantlarını müzakirə ediblər. Xalq artisti Tofiq Bakıxanov ikinci fəxri xiyabanda dəfn edilib. Dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, dəfindən əvvəl xalq artisti Tofiq Bakıxanovla Təzəpir məscidində vida mərasimi keçirilib. Xatırladaq ki, Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. Allah rəhmət eləsin. Növbəti köç karvanı Xocavəndə çatıb, mənzillərin açarları sakinlərə təqdim olunub. Bu mərhələdə Xocavənd şəhərinə 19 ailə, 88 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə, 42 nəfər, Quzey Xırman kəndinə isə 13 ailə, 61 nəfər köçürülüb. Köç karvanı yola salındıqdan sonra doğma yurda qayıdan ailələr yeni yaşayış məntəqələrinə çataraq mənzillərinin açarlarını təhvil alıblar. Sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti artan sərnişin tələbatını qarşılamaq üçün 5, 6, 12 və 13 sentyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək. Bu barədə ADR məlumat yayıb. Bu istiqamətlərə eyni zamanda Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə dəmir yol vağzallarının kassalarından, Azərbaycan Dəmir Yollarının rəsmi saytından və ya mobil tətbiqindən əldə etmək mümkündür. Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq. Bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də imzaladığı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minir. Qərara əsasən bu hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır. Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər də müxtəlifdir. Belə ki, sənaye məqsədi ilə Xəzər dənizindən götürülən 100 kub metr suya görə 0,4, çay və göllərdən götürülən 100 kub metr suya görə 4, yeraltı sulardan götürülən 100 kub metr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kub metr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kub metr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədi ilə monitorinq keçirilib. Monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərək laborator müayinələr aparılıb. Nəticələrə əsasən istehsalçı fiziki şəxs Qasımov Tahir Adiloğluna məxsus məhsul nümunəsində uyğunsuzluq müəyyən edilib. Belə ki, həmin dondurma emalı müəssisəsində istehsal olunmuş Fantaziya əmtə nişanlı matroksin südlü dondurulmasından götürülən nümunədə xüsusi mikrobioloji uyğunsuzluq müəyyən edilib. Həmçinin məhsulun etiketində kərə yağından istifadə olunduğu bəyan edilsə də tərkibində bitki sterini aşkar ediblər. Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb, müəssisədə dondurma emalı dayandırılıb. Uyğunsuzluq müəyyən edilmiş məhsul partiyasının satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar qərar qəbul edilib. Nəticədə ticarət şəbəkələrindən geri çağırılan 38,4 kiloqram, müəssisənin ambarında olan 120 kiloqram olmaqla ümumilikdə 158,4 kiloqram uyğunsuz dondurma məhsulu agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib. Oğuz rayonunda avtomobil aşıb 7 nəfər xəsarət alıb. Hadisə Qaraməryəm İsmayıllı Şəki magistralının Kərimli kənd ərazisindən keçən hissəsində baş verib. Mercedes markalı avtomobilin idarə etmədən çıxaraq aşması nəticəsində maşında olan bir neçə nəfər xəsarət alaraq Oğuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəsarət alanların kimliyi də bəlli olub. Bildirilir ki, maşının aşması nəticəsində sürücü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinləri 66 yaşlı Mirvari Balaməmmədova, Arzu Əliyev, Ramiz Balaməmmədov, Nərmin, Nərgiz və Nuran Sadıqovalardır. Onlar Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar, müalicələri davam edir. Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı ilə bağlı araşdırmalara başlayıb. Bu barədə Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə Nizami rayonunda 9 yaşlı qızın ögey anası Ülkər tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb. Hazırda görüntülər Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır. Avqustun 26-sından 29-na dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısa müddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli sel keçəcəyi istisna olunmur. Ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə təqribən 4-8 dərəcə enəcəyi gözlənilir. Bakıda gecə klubunun dam örtüyü yanıb. Nərmanov rayon ərazisində yerləşən Burju Baku gecə klubunun dam örtüyündə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri hadisə yerinə cəlb olunub və bildirilib ki, Nərmanov rayonu Aşıq Molla Cümə küçəsində yerləşən obyektin dam örtüyündə yanğının baş verməsi barədə onlara məlumat daxil olub və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın qısa müddətdə söndürülüb. Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Xətay rayonu Yusif Səfərov küçəsində qeydə alınıb. Pərviz Rəsulov idarə etdiyi avtomobillə piyada keçidinin üzərində yolu sağdan sola keçən Əlizadə Samir Qeysoğlunu vuraraq ona xəsarət yetirib. Nəticədə 1994-cü il təvəllüdlü piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Avqustun 21-də Salyanda ağır yol qəzası baş verib və avtomobil yolu keçmək istəyən 32 yaşlı sahil əskərlini vurub, piyada xəstəxanaya çatdırılıb, lakin bugün o xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, sosial mediada hadisəyə dair video görüntülər yayılıb. Məlum olub ki, sahil əskərli anası ilə birlikdə yolu keçmək üçün yaxınlaşıblar. Bu zaman sahil yaxınlaşan avtomobilin sürətini düzgün hesaplamayaraq yolun hərəkət hissəsinə çıxıb və qəflətən qaçmaq istəyib. Nəticədə o nəqliyyat vasitəsinin zərbəsinə tuş gəlib. Anası isə yolun kənarında qalaraq hadisənin şahidi olub. Faktla bağlı araşdırma aparılır. Yevlaxda yanacaq doldurma məntəqəsində yanğın baş verib. Hadisə Totoel yanacaq doldurma məntəqəsində qeydə alınıb. Belə ki, Toyota Corolla markalı avtomobil yanacaq doldurarkən maşının yanacaq çənində qəflətən yanğın baş verib. Yanğın nəticəsində avtomobilin yanar hissələri və yük yerində olan 8 ədəd 20 litrlik plastik və dəmir qabda yanacaq yanıb. Yüksək temperaturun təsirindən yanacaq paylayıcı kolonkanın idarəetmə lövhəsi qapalı qalıb. Hadisə zamanı avtomobilin sürücüsü qol nahiyəsindən yanıq xəsarət alıb və o təcili tibbi yardım briqadasına təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Tovuz rayonunda 20 yaşlı Rufanə Nəbiyevanın əri tərəfindən Boğaz nahiyəsindən bıçaqlanması hadisəsinin bəzi təfərrüatları məlum olub. Zərər çəkənin xalası Afət Əsədova bununla bağlı açıqlama verib. O bildirib ki, Nəbiyevanın əri dəfələrlə həyat yoldaşını ölümlə təhdid edib və ana evinə getməsinə icazə verməyib. Əri hər dəfə ona deyirdi ki, Rusiyadan onu öldürməyə gələcəm. Bir müddətdir ki, ailədə ziddiyyətli vəziyyət yaranmışdı. Əri Rusiyaya gedəndən sonra qız da anasının evinə qayıtdı. Ötən gün boşanma ilə bağlı məhkəmələri idi. 2 ildir ki, ailə qurublar, bir övladları var. İlk başlarda hər şey normal idi. Nə oldusa sonradan oldu. Qıza deyirdi ki, anan bizə gəlməsin. Bir qohumun belə bizə gəlməyəcək. Bacınla telefonla danışmaq olmaz. Qeyd edək ki, cinayəti qadının əri Nəbiyevin törətdiyi ehtimal olunur. Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır. Xarici xəbərlərlə davam edirik. Ermənistan prokurorluğu Robert Köçəryanla əlaqəli şirkətlərin direktorlarına qarşı cinayət işi açıb. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Verilən məlumata görə külli miqdarda vergidən yayınma ittihamı ilə Qritsi MMC-nin hazırki direktoru, həmin şirkətin keçmiş direktoru PlayCity ticarət nişanı altında fəaliyyət göstərən Fastcard MMC-nin direktoru və Kinetik GSC-nin direktoruna qarşı cinayət işi açılıb. Rusiya Ermənistanın qərblə yaxınlaşmaq siyasətini davam etdirəcəyi təqdirdə İrəvana illər ərzində verilmiş hədiyyə və güzəştlərin ləğv ediləcəyi ilə hədəliyib. Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib. Deputat Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Moskvanın Ermənistanın indiki rəhbərliyi qarşısında mirvari səpməsinin mənasız olduğu barədə sözlərini şərh edib. Çepanın fikrincə Ermənistan eyni vaxtda həm Avropa İttifaqına, həm də Avrasiya İqtisadi İttifaqında qala bilməyəcək. Onlar Rusiyadan bütün güzəştləri almaq, eyni zamanda Qərbin oyununa qoşulmaq istəyirlər. Qoy qoşulsunlar, amma onda biz də təbii ki, uzun illər ərzində bu ölkəyə verdiyimiz bütün hədiyyələri geri götürəcəyik. Paşinyan üçün çox çətin olacaq, deyə Rusiyalı deputat bildirib. Çepa Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı ilə bağlı mövqeyinə də sərt münasibət bildirib. Onun sözlərinə görə Moskva İrəvanı təşkilatda qalmağa məcbur etmir. Getmək istəyirlərsə qoy getsinlər. Heç kim heç kimi saxlamır. Beləliklə Rusiya rəsmilərinin son açıqlamalarında Ermənistanın Avropa İttifaqına yaxınlaşmasına münasibətdə ritorika daha da sərtləşir. İrəvana artıq təkcə seçim etməli olduğu deyil, Moskvanın indiyədək verdiyi iqtisadi və siyasi üstünlükləri itirə biləcəyi də açıq şəkildə bildirilir.
Müxalifət nümayəndəsi iddia edir ki, orduda baş verən hadisələrə görə insanlar mənim istefamı tələb edirlər. Gəlin baxaq, 2002-ci ildə 24 hadisə olmuşdu. Bəs Serj Sarkisyan və Robert Köçəryan niyə istefa vermədi? Bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə orduda qeyri-döyüş şəraitində baş verən ölüm hadisələri ilə bağlı müzakirələrdən danışarkən deyib. O xatırladıb ki, 2003-cü ildə 15, 2004-cü ildə isə 16 belə hadisə baş verib. Bəs Robert Köçəryan niyə istefa vermədi? Serj Sarkisyan da müdafiə naziri idi. Sonra hakimiyyəti ələ keçirərək prezident oldu. Seyran Ohanyan müdafiə naziri olanda da baş vermişdi. Rəqəm istəyirsiniz, 2010-cu ildə 21 hadisə baş verib. Bəli, bugün nazir beynəlxalq hesabatdan danışır. Hesabatda deyilir ki, intiharın təbliği yeni qətillərə gətirib çıxarır. Bizim müxalifət isə bəzən müdafiə nazirini, bəzən də hökuməti hədəfə almaq üçün intiharın təbliği ilə məşğuldur. İsrailin Qəzza zolağına həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Həmas hərəkatına məxsus 5 silah anbarı və 1 raket buraxılış məntəqəsi məhv edilib. Bu barədə İsrail Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, bu anbarlarda raketlər, silahlar, partlayıcı maddələr, qumbaralar və döyüş avadanlıqları saxlanılıb. Ukraynadakı son hadisələrdən xəbərdarıq. Xatırladırıq ki, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə Avropa İttifaqına üzv olmaq istəyən istənilən ölkə üçün əsas elementdir. Bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Markus Lammert deyib. Lammert vurğulayıb ki, Ukrayna islahatların həyata keçirməsi ilə bağlı üzərinə öhdəliklər götürüb. O, Ukrayna hakimiyyətini Brüsselə əldə olunmuş razılaşmalara əməl etməyə çağırıb. Qeyd edək ki, Avropa İttifaqı rəsmisinin açıqlaması Ukrayna Ali Radası Komitəsinin korrupsiyaya qarşı mübarizə bürosunun səlahiyyətlərini genişləndirən antikorrupsiya qanun layihələrini gündəliyə daxil etməmək qərarı kontekstində verilib. Rusiyanın Rostov vilayətində yerləşən neft emalı zavodu Ukrayna ordusunun dron hücumu nəticəsində zədələnib. Bu barədə Rostov vilayətinin qubernatoru Yuri Silyusar bildirib. O qeyd edib ki, neft emalı zavodunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Müəssisənin gücü ildə 7,5 milyon ton neft təşkil edir. Rusiyada Amur qaz kimya kompleksinin ərazisində baş verən yanğın nəticəsində bir nəfər həlak olub, 131 nəfər zərər çəkib. Bu barədə ölkənin Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib. Həlak olan şəxs isə Çin vətəndaşıdır. Yaralılardan 19 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərin vəziyyəti ağırdır. 112 zərər çəkənin həkimlər tərəfindən hazırda müayinə olunduğu bildirilir. ABŞ Ontario gölünün adının Amerika gölü olaraq dəyişdirilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir. Bu barədə ABŞ prezidenti Donald Trump Truth Social sosial şəbəkəsində paylaşım edib. ABŞ Ontario ilə artıq böyük həcmdə ticarət əlaqələri qurmağı planlaşdırmadığı üçün Ontario gölünün adının Amerika gölü olaraq dəyişdirilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir deyə qeyd edilib. Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid Əl-Ənsari ABŞ və İran danışıqlarında heç bir yeniliyin olmadığını bildirib. Bu barədə Ynet portalı məlumat yayıb. Hazırda ABŞ və İran arasında danışıqlar məsələsində hər hansı bir yeni nailiyyət yoxdur deyə o bildirib. Onun sözlərinə görə Qətər müxtəlif böhranlara reaksiya vermək üçün region ölkələri ilə fəaliyyətlərin koordinasiyasını həyata keçirir. Biz İranın hər dəfə üçüncü tərəfin hücumuna məruz qaldığı zaman region ölkələrini eskalasiyaya cəlb etmək cəhdlərini rədd edirik. Fars körfəzi dövlətləri arasında müxtəlif eskalasiya ssenarilərinə reaksiya vermək üçün tam koordinasiya həyata keçirilir. Qətər silahlı qüvvələri istənilən hücumu dəf etməyə hazırdır. İran Hörmüz boğazını bağlayaraq bununla da beynəlxalq hüquqla təsbit olunmuş gəmiçilik azadlığını pozub deyə o bildirib.
İranda humanitar böhran yaşanır və bu dayandırılmalıdır. Bunu ABŞ prezidenti Donald Trump Truth Social sosial şəbəkəsində yazıb. Uğursuz İran İslam Respublikası ordusunun böyük hissəsinə maaş vermir. Eyni zamanda etiraz etmədikləri halda belə etirazçıları öldürür. İran bunun misli görünməmiş səviyyədə edir. Bu böyük bir fəlakətdir və dayandırılmalıdır, deyə Trump qeyd edib. Latviya, Ukraynanın Çerniqov vilayətinin enerji sektoruna yeni dəstək paketini təsdiqləyib. Bunu Latviyanın Xarici İşlər Naziri Bayba Brajena sosial şəbəkələrdə bildirib. Onun sözlərinə görə maliyyə yardımının məbləği təxminən 200 min avro təşkil edir. Latviya Rusiyanın hücumlarına baxmayaraq Ukraynanın enerji dayanıqlığını gücləndirməyə çalışır, deyə o qeyd edib. Qazaxıstanın Atrau neft emalı zavodunda yanğın baş verib. Qapalı tipli mexaniki təmizləmə qurğusunun təmizləyicisində yanğın qeydə alınıb. Hadisə baş verən zaman müəssisədə heç bir iş aparılmayıb. Şirkətdən bildirilib ki, təmizləyicinin içərisindəki neft qalıqları yanıb. Yanğının söndürülmə işləri hazırda davam edir. Xəsarət alan yoxdur. Zavod normal fəaliyyətini davam etdirir. Atrau neft emalı zavodu Qazaxıstanın 3 əsas neft emalı zavodundan biridir. Müəssisə Böyük Vətən müharibəsi dövründə tikilib və 1945-ci ildə istifadəyə verilib. Zavodun səhmlərinin 99%-i Kazmunayqaz Səhmdar Cəmiyyətinə məxsusdur. Müəssisənin layihə gücü isə 5,5 milyon ton neftdir. Bu mənim bu saata sizə çatdıracağım son xəbər idi. Siz isə hər gün TNS TV-də 10:00 və 17:00 xəbərlərini izləməyi unutmayın. Həmçinin kanalımıza da abunə olmağı unutmayın. Bizi izləyin, xəbəri elə bizdən xəbər alın. Sağ olun, salamat qalın.